Salam hörmətli izləyicilər, bir daha xoş gördük. Bugün biz sizə test bankımızın nümunəsi əsasında növbəti sınavımızın izahını verməyə çalışacağıq. Məqsəd MİQ və sertifikasiya hazırlaşan həmkarlar, eyni zamanda yaxınlaşmadan blok imtahanlara hazırlaşan abituriyentlərə dəstək xarakteri daşıyır. Siz də kanalımıza abunə olmağı, bəyəni paylaşmağı unutmayın. Deməli, başlayaq sınavımızın izahına. Deməli, birinci sual belədir. Verilənlərdən hissəsi sxemdə göstərilmiş illər üçün ümumi oxşarlıq təşkil edir. Yəni ABŞ-də və Azərbaycan SSR-də kəndlərə pasportun verilməsi, əhalinin deportasiya edilməsi, siyasi məhbuslara amnistiya verilməsi, konstitusiya düzəlişlərinin olunması, məhkəməyə aid bir sıra yeniliklərin edilməsi. Burada ikisini götürəcəyi hansıları konstitusiya düzəliş edilməsi və məhkəməyə aid bir sıra yeniliklərin edilməsi. Çünki biz məhkəməyə aid 20-ci əsrin 50-ci illərində məhkəmə və mülki və cinayət məcəllələri məhz Respublikanın ixtiyarına verilmişdi. ABŞ-da da məhkəmənin icazəsi olmadan həbsdə qadağan olunurdu. Məhz burada C bəndi cavab. 2. Xəritəyə əsasən uyğun bəndi müəyyən edin. Yəni, biraz Qazaxda səhvlik var, biraz çıxıntılı hissə gətirilməli idi. Burada Akstavaya düşüb üzrlü sayın, amma Qazax kimi götürəcəyik şərt olaraq. Deməli, 4. Naxçıvanda, 2. Xocavənd və ya Qarabağ ərazisi, 1 də Qobustandır. Deməli, deyir ki, 4. Paleolit dövrünə aid oxuculuqları bu ərazidə aşkarlanmışdır. Bu ərazidən aşkarlanıb, amma daha doğrusu zaman baxımına uyğundur, amma buradan yox, birdən olmalı idi. Getdi, 3-ə baxırıq, yəni Qazax ərazisi 700 min əvvələ aid ocaq izləri aşkarlanmışdır. Zaman uyğun gəlsə də, amma məkan uyğun deyil, bu Qarabağ 2-dən olmalı idi. C-yə baxırıq, eradan əvvəl 12-8-ci minlikdə əhatə edən dövrə aid insanların həyat izləri öyrənilmişdir. Bu doğru cavabdır. Qobustanda mezolit dövrüdür. D-yə baxırıq, 4 Tağlar mağarası burada yerləşmişdir. Xeyli qazma mağarası yerləşir burada, yəni Naxçıvanda. 2-yə baxırıq, yəni E bəndində deyir ki, 8-6-cı minliklərə meydana gəlmiş. Birinci 8-6-cı min yox, eradan əvvəl olmalıydı. Həm də ilk əkinçi vərişlər neolitdə yox, mezolit yaranıb. Məhz doğru cavab C bəndidir. Cədvəldə böyük Hun hökmdarlarının hakimiyyəti illərinə uyğun gələn hadisə müəyyən edin. Teoman Tanrı, Mete Tanrı, Teoman Tanrı'nın əvvəllər illəri, yəni eradan 220-209 verilirdi. Böyük Çin səddinin inşa olunması 214 eradan əvvəl düşür. Atropatena dövlətinin, Selevkilər dövlətinin asıla düşməsi bu 223 eradan əvvəl bu uyğun gəlmir. Frasp eradan əvvəl 36-da düşmür. Bir də deməli A olur. Mete Tanrı eradan əvvəl 209-176-dır. Sarsarab bizim eran 184-də düşmür. Maqneziya döyüş 190 eradan əvvəl düşür. Xan sülaləsi ilə müqavilə imzalaması Pinçen eradan 200-cü il düşür. Bu da deməli 1-ə A, 2-yə B, C cavab E bəndidir. Verilənlərdən hansıları Thomas Jefferson dövrünə uyğun gəlir? ABŞ prezidenti, yəni 801-809-cu il hakimiyyətdə olmuşdur. Nazirlər təyin edərkən bacarıqlara yanaşı onların regional məsulluğuna da diqqət yetirilirdi, bəli. Seçkilərdə iştirak etmək üçün əmlak senzi ləğv olunub, buna konstitusiyanın, yəni məhdud cəhətdən bir aradan qaldırıldı, bu da doğrudur. Qərbə doğru məskunlaşmaya icazə verilirdi, bu da doğrudur. Ölkə köl gətirilməsini qadağan etmişdir, bu da doğrudur. Məhz hamısı cavab E bəndidir. 5-ci sual 19-cu əsrin 70-ci illərində, 20-ci əsrin ilk 10 illiyində, 20-ci əsrin 20-ci illərində, 20-ci əsrin 60-cı illərində deyir ki, verilən tarixlərin hansında kəndlilərə torpaq satın alma hüququ verilməmişdir. Burada yalnız üçdür, çünki bilir ki, Azərbaycan SSR qurulandan sonra bütün torpaqlar, yəni mülk, mülki xasiyyət, vəqif, tüyül torpaq müsadir olunub, pulsuz kəndlərin ixtiyarına verildiyi üçün burada satın almadan söhbət gedə bilməz. Məhz doğru cavab A bəndidir. 6-cı sual. Xəritədə verilmiş xanlıqlardan hansıları haqqında məlumat qeyd edilməmişdir? Birinci xanlıqları tanıyaq. 1 Dərbənddir, 2 Şəkidir, 4 Şamaxıdır, 5 Qarabağdır, 3 Bakıdır. 2 və 3, yəni Şəki və Bakıdan gedir söhbət. 6-cı ildə ilk dəfə Rusiyaya tabe edilib, 1796-da Bakı tabe olmuşdur. Valerian Zubov tərəfindən, yəni Yekaterinan dövründə artıq bu bir götürə bilmərik. 2-yə baxırıq, yəni 1, 4, 5-ci nömrələrdə olan xanlıqlar. Dərbənd, Şamaxı və Qarabağ xanlığı, Qubalı Hüseynəli xanlığı yox, Qubalı Fətəli xanlığı mübarizə aparıblar. Bu da getdi. 3-ə baxırıq, 4-5, yəni Şamaxı və Qarabağ. Ağa Məhəmməd xan Qacara qarşı ittifaq yaratmaq xeyri bu Qarabağdan Lənkəran olmuşdur. 4-ə baxırıq, 1-2, yəni Şəki və Dərbənd xanlıqları. 18-ci əsrin 80-ci illərə qonşu xanlıqdan asılı olmaları, bəli, asılı vəziyyət düşsə götürə bilməz. Yəni 50-ci illər Dərbənd, amma 85-də Şəkidir. Amma asılı halda olmalar deyildiyi üçün Quba xanlığından bunu götürə
Bilirik, bəli. 5-ə baxırıq. 3, 4, 5, yəni Bakı, Şamaxı və Qarabağ 1805-ci ildə Siyanovla müqavilə imzalamalı, yəni 1805-də Şəki, Şamaxı və Qarabağ olub. Yəni bunların içərisində 4-5-ə uyğun gəlsə də, amma 3 6-cı ildə işğal olunub. Müqavilə yoxdur. Məhz doğru cavab yalnız 4-dür, D bəndi. 7-ci sual. Deyir ki, Eyler-Venn diaqramında müqayisə edin. Müqavilələrin İşdadət və Qaynarca. Deməli, 18-ci yüzilin ikinci yarısında imzalanması bu 1774-də Kiçik Qaynarcaya aiddir. Rusiyanın yeni dənizlərə çıxış əldə etməsi hər ikisinə aiddir. Birində Baltika, İşdadda Baltika, Kiçik Qaynarca Qaradənizə çıxış əldə edir 2 dəfə. Deməli, B gedir Oxşara. Deməli, D bəndi olacaq. Çünki bir dənə B, yəni 3-dədir. Baxaq, deməli, nəticəsində Rusiya imperiya çevrilmişdi. Bu gedəcək 1-ə. Rusiyanın pravoslavlar üzərində güzəştləri qazanması bu da Kiçik Qaynarca süründədir. 74-cü cavab D bəndidir. Baxırıq 8-ci suala. Koroğlu operası, Gəncədə Nizami heykəli, Arşın Malalan filmi 20-ci əsrin birinci yarısında aid olmalı. Xeyr, Gəncədə Nizami heykəli 20-ci əsrin ikinci yarısındadır. Dövlət mükafatına layiq görülmələr bu bəli doğrudur. Mədəni tədbir olmalı bu da doğrudur. Dünyada məşhurlaşmalı bu Arşın Malalana aiddir. 2-3 məhz doğru cavab Y bəndi deyən verilənlərdən oxşarlığı soruşur. Burada da Y bəndi yəni doğru cavabdır. 9. Pun müharibəsi nəticəsində Roma əyalətində çevrilmiş ərazini xəritədə müəyyən edin. Deməli 5 Balkan yarımadasının qərbidir. 1 Korsikadır, 2 Sardiniya, 3 Siciliya, 4 Karfagen və ya da müasir Tunis. Deməli, A-da deyir ki, 3 və 5 xeyr ola bilməz. 5 də ümumiyyətlə Pun müharibəsi əlaqəsi olmuyor. Yəni, yerləmə 264, 146. Yalnız burada 4 olacaq, yəni Karfagen ərazisi. Çünki 5 pozur, hamısı da ola bilməz. Ona görə də yalnız burada B variantı doğru gəlir və ya 100% uyğundur. Ərəb ağalığı dövründə bütün hakimiyyət ərəb canişinin əmrinin əlində cəmləşdi. Ərəblər Azərbaycanı işğal etdikdən sonra Azərbaycan və Qafqazın tabe edilmiş digər bölgələri bir əmirliyə daxil edildi. Əmirliyin iqamətgahı Dəbir şəhərində yerləşirdi. İlk vaxtlar yerli əyanlardan idarəçilikdə geniş istifadə edilirdi. 8-ci əsrin əvvəlində xilafət Qafqazın idarə olunmasına dəyişiklik etdi. Ərəb xilafətinin Azərbaycanda həyata keçirildiyi inzibati dəyişikliklər nəticəsində yəni baş verən istəyir. Bütün Qafqaz Azərbaycanın cənubu istisna olmaqla ayrıca bir əmirliyə çevrildi. Yəni Arran əmirliyi yaradıldı. 705-ci ildə Albaniyanın süquta uğradılmasından sonra mərkəzdə Dəbildən Bərdə gətirildi. Məhz doğru cavab A bəndidir. 11-ci sual. Qutluq Bilgə Kül Xaqan. Şərqi Roma İmperiyası ilə mübarizə aparması ümumiyyətlə bu Uyğur yaradım ama Şərqi Roma İmperiyası ilə Göytürklər və Avropa Hun dövləti mübarizə aparan türk dövlətlərindən. B-yə baxırıq, Göytürk dövlətini, birinci Göytürk dövlətini süquta uğratmışdır. Xeyr, ikinci Göytürk olmalı idi. Yəni, Basmil və digər türk tayfalarla birlikdə. C-yə baxırıq, Hindistanın şimal-qərbini, bu Axun və Qəznənlər hökmdarları üçün oxşar cəhətdir. D-yə baxırıq, yeni türk dövlətinin əsasını, bəli, 744-cü ildə Uyğur dövlət əsasını qoyub, məhz doğru cavab D bəndidir. E-də də Çinə uğurlu yürüşlər bu Uyğur hökmdarı Bölgə xaqana aiddir. Məhz doğru cavab D bəndidir. Şirvanşahlar dövlətinin Eyler-Venn diaqramında müqayisəsi 10-cu əsr, 11-ci əsr. Dərbənd əmrinin tamamilə tabe edilməsi 1088-də 11-ci əsrə düşür. 2 gedir A-ya. Slavyanların yürüşə məruz qalması hər ikisindədir. B gedir Oxşara. Deməli, B gedir Oxşara. A 2-də olduğu üçün biz avtomatik D-yə köklənəcəyik. Deməli, yəni daha doğrusu C-ni götürə bilmərik. Baxacaq. Qəbələ və Şabran dövlətə tabe edilmişdir. Deməli, birinci yarısındadır. Deməli, paytaxt Şamaxı şəhəri olmuş bu da hər ikisindən. Deməli, doğru cavab E bəndidir. Verilənlərdən 13-cü sualda hansıları Atropat və 1-ci İbrahim üçün oxşarlıq təşkil edir? Yeni dövlət əsasını qoymuşdu, bu Atropata aiddir. İdarə etdiyi dövlət işğalçıdan asılı düşsə də hakimiyyətini qoruyub saxlamışdı, bu İbrahimə aiddir. Yeni sualın banisi olmuşdur hər ikisi. Biri Atropatlar, biri Dərbəndilər. 4. İşğalçılar tərəfindən müəyyən ərazidən idarə olunması uyğuna bəli, şimal sərhədlərin qorunması İbrahimə tapşırılmışdı. Atropat da Kiçik Midiyan idarə olunması İskəndər tərəfindən almışdı. Cavab 3 ilə 4 məhz doğru cavabdır. E bəndi. Deməli, 14-cü sual.
Verilmiş cədvəlin hansı nömrələrində keçmiş müttəfiqlərin mübarizəsi və tarixi düzgün qeyd edilməmişdir? Oktavian və Antoni düzgün qeyd olunub. Şirvanşahlar və Ərdəbil hakimi düzgün qeyd olunub. Yəni 1405-ci ildə müttəfiq idilər, 1460 Samurda isə rəqib idilər. Yəni feodal dövlətləri və şəxslərdən ümumi götürmüşük biz burada. Teymuri Əbu Səid Qaraqoyunlu Cahanşah bu ola bilməz. Çünki bunlarsa müttəfiqdən söhbət etmə həm də 50-ci illər olmalı idi. Rüstəm Padişah Sultanəli bu da götürülə bilməz. Bu da səhvdir. Çünki 1494 olmalı idi. Tərəflər oxşar olsa da zamansız səhvdir. Gürcülər və Şirvanşahlar 1405-də müttəfiqlər, 1407-ci ildə mübarizə olmalı idi. Bu da səhvdir. Məhz 3, 4, 5 səhv verilib. Cavab B bəndidir. 15-ci sual. Xronoloji ardıcıllığı müəyyən edin. Əbülhicanın yeni dövlətin əsasını qoyması 981, yəni Rəvvadi. Mərziban Məhəmmədə İslam'a qalib gəlməsi 941. Dəbil əminin yaradılması 951. Yusif bin Əbu Sacın Azərbaycan torpaqlarını birləşdirməsi 10-cu əsrin birinci yarısında, yəni təxminən 20-30-cu illərə düşür. 20-ci illərə daha doğrusu. Yəni Yusif bin Əbu Sacın hakimiyyətləri 927 yazılırdı əvvəllər. Nəysə, deməli birinci olacaq 4, sonra 2, yəni 42, 31-dir cavab. 42, 31, məhz doğru cavab A bəndidir. 16-cı sual. Nikita Xruşovun hakimiyyətə gəlməsindən sonra baş verməmişdir. Bir sıra silahların sınağının ləğv edilməsi ilə bağlı sazişin imzalanması, bəli. ABŞ prezidenti John Kennedy, İngiltərə rəhbərliyi və SSR rəhbərliyi 1963-cü ildə Moskvada imzalanmış, bu doğrudur. Beynəlxalq münasibətlərdə gərginliyin azalması, bəli. Böhranlar aradan qaldırıldı. Yarandı, sonra da aradan qaldırıldı. Yəni yaranması da götürə bilərik, həm də aradan qaldırılması da uyğun gəlir. Yalnız aradan qaldırılması desəydi, bu səhv olardı. C-yə baxırıq. ABŞ və SSR arasında münasibətlərin mülayimləşməsi, bəli, mülayimləşib. Səfərdən sonra 59-cu ildə. Kuba böhranının həll edilməsi, bəli, 62-ci ildə Kuba böhranı da həll olundu. Berlinin SSR tərəfindən blokadasının aradan qaldırılması, bu 1848-də SSR bunu etmişdi. 49-da isə ABŞ-ın 48-49 ABŞ-ın havadan Berlini təmin etdiyi üçün artıq SSR bunun fayda verməyəcəyini görəndən sonra 49-da imtina etmişdi. Bu da Stalin dövrünə aiddir. Cavab E bəndidir. 17-ci sual. Birinci mətin. Hakimiyyəti dövründə Romalılara mübarizədə qonşu dövləti ilə yaxınlaşmışdır. Müttəfiqlər Fraspa döyüşündə qalib gəlmişlər. Burada yəni Atropatena və onun hökmdarı Artabazdan söhbət gedir. İkinci mətin. Qanıq çay sahilinə yad ellərlə baş vermiş döyüşdə ordusu məğlub olsa da mübarizə davam etdirmiş və dövlətin tamamilə yad ellərin hakimiyyəti altına düşməsinə imkan verməmişdir. Burada Albaniya məxsusi hökmdar olaraq ordusuda söhbət gedir. Birinci mətndə düzdür, Qanaq çayında özü yox, amma ümumi olaraq ordu bunun idi, yəni çünki hökmdar idi. Qaraşkozis rəhbər etmişdi Qanaq döyüşündə. Birinci mətndə haqqında danışılan şəxsiyyətin, ikinci mətndə haqqında danışılan şəxsiyyətdən fərqli xüsusiyyətləri. Parfiya dövləti ilə ittifaq qurmuşdur, bəli, Artabazit qurmuşdur. Eradan və 1-ci yüzün əvvəlində hakimiyyətdə olmuşdur, bu Oroysa aiddir, bunu götürə bilmərik. Romalılarla diplomatik danışıqlar aparmışdır hər ikisi. Romalılarla mübarizə aparmışdır hər ikisi. Cavab yalnız 1, o da A bənində yer almışdır. Ərəblərin və Səlcuqların dövründə bütün Azərbaycan torpaqlar vahid tabe edilmişdir, bəli. 8-ci əsrin əvvəlində Ərəblərin dövründə və yaxud da Camaşirin asıla salınması ilə 1066-da Səlcuqların dövründə Azərbaycan türk xalqının Cənubi Qafqazda mövqeyi möhkəmlənmişdir, bu Səlcuqlara aiddir. Orduda xidmət edənlər irsən keçən torpaq paylanması Ərəblərdə şərt idi, Səlcuqlarda irsən keçirdi. Yerli dövlətlər asıla salmışdır, bəli, Albaniya Ərəblərdən, Şirvanşah, Şəddadilər və Rəvvadilərə Səlcuqlardan 1 ilə 4 məhz doğru cavabdır. Cavab E bəndidir. 100 illik müharibənin gedişində baş vermiş hadisələrin xronoloji ardıcıllığı müəyyən edin. Oattal üsyan baş verməsi 1381, Azinkur 1415, Janna d'Arcın edamı 1430, Kresi döyüşünün baş verməsi də 1346-dır. Deməli olacaq 4-1, deməli 4-1, 4-1, 2-3. Cavab B bəndidir. Xəritə sistemdə səyyahın hərəkət marşrutunun baş verdiyi illərə verilən hadisələrdən neçəsi uyğun gəlir? İllər 1519-22-ci illərdir.
Hindistana dəniz yolunun kəşf olunması 1490, yəni 2-ci ildir, 98-ci ildə götürə bilmərik. Vasco da Gama etmişdi. Portugallar Hörmüzü tutmuşdu. Hörmüzün tutması 1510-15 arasıdır. Buna götürə bilmərik, uyğun gəlmir. Hindistanda yeni bir türk dövlətinin meydana gəlməsi biri 1206-da Dehlidir. O ilk götürürük bunu. 1526-da da Panipat döyüşündə Moğoldur. Bu da düşmür. Yəni 1922-ci illər olmalıdır. Səfəvi Osmanlı müharibəsinin birinci mərhələsi davam edirdi. Bəli, 1514-dən başlayıb 55-ə kimi davam edirdi. Məhz biri yalnız A-da, biri cavab A bəndidir. 21-ci sual. Cədvəldə Şəddadilər dövlətinə aid uyğunluğu müəyyən edin. 11-ci yüzilliyin birinci yarısında Səlcuqlardan Assala düşüb ikinci yarısında 54-dür. Xudafərin körpüsünün salması 1027, dövlətin süqutu 1088-dir. Deməli, 1-ə B-dir. İkinci yarısına aid olan Şirvanşahlarla qohumluq əlaqəsi bu 10-cu əsrdir, ya da 11-in birinci yarısıdır, yəni Fəzl Məhəmmədin dövrüdür. İslamilərdən kömək alınması, bu da birinci yarısıdır, 1030-dur. Hərbi sırada keçirilməsi, bəli, Əbləsvar Şavur 1049-1067 hakimiyyətdə olub, yəni keçirdib, yəni götürə bilirik. 1-ə də, 2-də C-dir cavab, məhz D bəndidir. 21-ci sualda. 22-ci sual. Warren Harding. Deməli, Warren Harding, bu da qız səhv gedib, üzrlü sayın, yəni texnik səhv olub burada. İlk tədbiri büdcə vəsaitlərin qənaətlə istifadəsindən yəni, təşkil etmək oldu. Bəli, yəni daxili siyasətdə. Versa konferansında iştirak etmişdir. Xeyr, bu Woodrow Wilsona aiddir. Converse demək, Calvin Coolidge aiddir. Yaponiya əməkdaşlığı gücləndirmişdir. Xeyr, əslində ziddiyyətlər yaratmışdır. Qadınlar seçki hüququnun verilməsi ilə bağlı konstitusiya düzəliş təklif etmişdir. Bu da Woodrow Wilsona aiddir. Məhz doğru cavab A bəndidir. Qaraqoyunlu dövlətini zəiflədirdi. İşğalçı müharibə xeyr, əslində müharibə gücləndirər. Oturaq əhali itaətsizlik xeyr. Çünki bunlar Məxsus Cahanşahın dövründə oturaq əhali və tacirə arxanaraq köçər hərbəyanlara qarşı mübarizə aparmışlar. Bunu götürə bilmərik. Teymurlarla mübarizə əslində mən qədər yəni zəiflətsə də həm də gücləndirib. Yəni buna götürə bilərik. İrsi torpaqlarının paylanması xeyr, irsikdə olmayıb, soyğal olub, qiyamların baş verməsi. Burada tam olaraq zəiflədən qiyamlar idi. Yəni, süqutunu sürətləndirən və onu zəiflədən. Çünki Teymurda həm zəiflətmə var, həm gücləndirmə var, tam olaraq bunu götürə bilmirik. Yəni, götürə bilərik əslində verilsə cavabda, amma yalnız 5C-də verildiyi üçün bizim doğru cavabımız, yəni 100% cavabımız C olacaq. Yəni, tamamilə zəiflədən məhz qiyamlar idi. 24. 19-cu yüzilliyin birinci yarısında İngiltərə Versal sülhünü imzalamışdır. 18-də isə imzalayıb 1783-cü ildə. Kanadaya dominion hüququ verilmişdir. Bu 1867 ikinci yarısıdır. Dünyanın birinci sənaye ölkəsinə çevrilmişdir. Bəli, doğrudur. Antanta hərbi siyasi blokuna qoşulmuşdur. 1904-dür. Respublika elan olunmuşdur. 1649-dur. Məhz doğru cavab C bəndidir. Xəritə sxemdə qeyd edilmiş dövlətlə Səfəvilər dövləti üçün verilənlərdən hansıları oxşar cəhət kimi götürmək olar və ya təşkil edir? Deməli, ulduzla verilmiş dövlət Avstriyadır. Osmanlılarla müqavilə bağlamaları, bəli. Süleymanın yürüşünə məruz qalmaları, bəli. Deməli, 18-ci əsrdə Çar Rusiyası ilə müqavilə bağlaması, bəli, ittifaq haqqında müqaviləsi var Yekaterinanın dövründə. Rusiya ilə müəyyən ərazilər uğrunda belə 18-in sonlarında da Balkan yarımadasında verilən hamısı məhz götürmək olar. Səfəvilərlə oxşarlıq təşkil edir hamısında. Yəni, çünki Səfəvilərlə də Qafqaz uğrunda mübarizə aparıb, 18-də müqavilə bağlayıb, Süleyman yürüşünə məruz qalıb Səfəvilərdə, Osmanlılarla müqavilədə var. Bəli, 1533-cü ildə Avstriya, 55-də isə məhz Səfəvilər və digər dövrlərdə də. Məhz doğru cavab A bəndidir. Klasteri tamamlayan bənd 1-ci Xəllullah, Rüstəm Padişah və Fərrux Yasar. 15-ci əsr hakimiyyətə gəlmələri bəli. Sonra 1417-də Xəllullahdır, 1492-də Rüstəmdir, 1462-də də Fərrux Yasardır, 15-ci əsrdə. Ərdəbil hakimiyyətində mübarizə aparması hər üçünə aiddir. Məhz doğru cavab Y bəndidir. Roma İmperatoru Trayanın tabi etdiyi ərazilərdən deyil. Şimali Mesopotamiya aiddir, Suriya və Kilikiya aiddir, Ərəbistan yarımadası aiddir. Misir və Qafqaz aid ola bilməz. Adriatik dənizinin qərb
dənizi ilə Qara dəniz arasındakı ərazilər hətta bunun şöhrətini qaldırmışdı. Cavab D bəndidir. Biraz kiçildək. Hə. 28-ci sual. Uyğunluğu müəyyən edin. Memarlıq abidələrinin inşa edilməsi 1950-ci illərdə, 1960-cı illərdə, 1970-ci illərdə, 1980-ci illərdə. Akademiya və universitet şəhərciklərinin olması, yəni salınması bu 2 gedəcək 60-cı illərdə. Bakı dəniz vağzalının tikilməsi bu gedəcək, B gedəcək deməli 3-ə, bu 70-ci illərdir. Sonra örtülü idman kompleksinin inşa olunması gedəcək 80-ci illərə. Deyə baxırıq. Hökumət evi inşa 50-ci illərdir. Bu gedəcək 1-ə. Dövlət sirkinin binasının tikilməsi bu da gedəcək 3-ə. Deməli doğru cavab 2-yə daha doğrusu doğru cavab məhz B bəndidir. Xronoloji ardıcıllığı deməli müəyyən edin. Lend-Liz haqqında qanunun verilməsi 1941 mart ayındadır. Bu kirayə verilir. Yəni əvvəl İngiltərə, sonra SSR yardım edildi ABŞ tərəfindən. Tehran konferansının keçirilməsi 1943-cü il. Stalingrad döyüşünün baş verməsi 1942-ci ilin payızıdır. Almaniyanın Polşaya hücum etməsi 1939, 1 sentyabr tarixidir. Deməli 4 gələcək, 1 gələcək, 3, 2. Deməli 41, 32. 41, 32 cavab D bəndidir. 30-cu sual. 1-ci Qarabağ müharibəsi üçün xarakterikdir. Daşkənd müqaviləsi ilə başa çatmışdır. Xeyr, Bişkek protokolu ilə Daşkəndə 92 SSR əmlakı bölüşdürülmüşdür. Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Xeyr, uğursuzluğa düçar olmuşduq müəyyən səbəblərdən. C. Ağdərə əməliyyatı ilə Kəlbəcər və Cəbrayılın bir sıra ərazidən azad olunmuşdur. Ağdərə əməliyyatı ilə biz Ağdərə rayonunu və Laçın dəhlizinə keçirmişik. Amma bu Kəlbəcər və Cəbrayıl Horadiz əməliyyatı nəticəsidir. Buna götürə bilmərik. Ermənilərin Şuşanı işğal etməsinə qarşı BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələr qəbul etməsi bu Kəlbəcərdən başlayıb. Şuşa ilə heç bir əlaqəsi yoxdur. E bəndi 20-ci əsrin sonlarında, yəni 1991-94-də olub. Bəli, cavab məhz E bəndidir. 31-ci sual. Deyir ki, 19-cu əsrin 60-cı illərinin sonlarında, yəni 65-dən digər tərəfə götürəcəyik. Deməli, sonları, daha doğrusu 68-69 sonları götürülür. Nəysə. Fedallardan asılı halda idilər, sahibçi kəndlər, bəli, 70-ə qədər asılı halda olublar. Biyar və digər mükəlləfiyyətləri icra edirdilər, bu da doğrudur. Torpağı satın almaq hüququ əldə etmişdilər, xeyr 70-də bu olub. Bəy və ağaların polis və məhkəmə nəzarətində idilər, xeyr 65-də artıq bu hüquqdan yəni azad olmuşdular. Yəni 46-47-də yəni verilsə də bəy və ağalara bu hüquq 65-də onların əlinə alınmışdı. Məhz doğru cavab 1 və 2-dir, C bəndi. 32-ci sual. Prut sülhünün imzalanması, Qumbaraça ocağının yaradılması, Səfəvilərlə müharibənin aparılması, Nadir xanın Bağdad Paşasının müqavilə imzalaması. Verilən hadisələrdən hissəsi Osmanlı dövlətində Lalə dövrünə uyğun gəlir. Lalə dövrü 1718-1730 olduğu üçün Prut 1711-i düşmür. Qumbaraça 1-ci Mahmudun dövrüdür, yəni Əhməddən sonra gəlib. Səfəvilərlə müharibə aparılması olub, yəni mübarizə olub, yəni 1723-24 Səfəv şəhərləri 25-də işğal olundu, mübarizə və müharibə götürə bilərik. Nadir xanla Bağdad Paşası müqaviləsi də 1733-dür. Məhz doğru biri uyğun gəlir, o da D bəndindədir. Səfəvlərlə müharibəni götürə bilərik və ya da mübarizəni. Verilən fikirlərdən hissəsi klasteri tamamlayın. AXC, Azərbaycan SSR, Azərbaycan Respublikası erməni separatizminə qarşı mübarizə aparmaları üçü də aparıb. Konstitusiyaya qəbul etmələri AXC-də olmayıb. Hakimiyyəti müəyyən qollara qanunverici və icraçı hər üçündə olub. Rusiya imperiyasının süqut nəticəsində bu AXC ilə Azərbaycan Respublikasıdır. Amma Azərbaycan SSR AXC süqut nəticəsində olub, ona görə götürə bilmərik. Hələ ki, ikisi də uyğun gəlir. Latin əlifbasının qəbul edilməsi Azərbaycan SSR və Azərbaycan Respublikasında olsa da AXC layihənin hazırladı, amma aprel istilası buna imkan vermədi. Yalnız ikisi uyğun gəlir. Cavab C bəndidir. 34. 17-ci əsrin 2-ci 10 illiyin ikinci yarısında imzalanmışdır. Yəni 1715-dən yuxarı özündən əvvəlki sülhü təsdiqləyirdi. 1600 üzr istəyirəm 15-dən yuxarı özündən əvvəlki sülhü təsdiqləyirdi.
iki dövlət arasında müvəqqəti sabitlik bərpa etmişdir. Verilənlər hansı müqavilənin şərtlərinə uyğun gəlir? Yəni 1715-dən yuxarısa bu mərəndə uyğun gələcək. Məhz doğru cavab E bəndidir. 35-ci sual. Yunanlılara muxtariyyət verilməsini Osmanlıdan tələb edən dövlətləri xəritədə müəyyən edin. İngiltərə, Fransa və Rusiya idi. Rusiya burada göstərməyib. Çünki 1-3 Fransadır, 2 Almaniyadır, 4 İtaliyadır, 5 də Polşadır. Məhz doğru cavab 1-3 olacaq. O da E bəndində. 36. Xış əkinçisi yaranmışdır. İlkin şəhər mərkəzləri meydana gəlmişdir. Sikloped tikililər inşa olunmuşdur. Yəni erkən, orta və son Tunc dövrlərinə bəhs olunub. Verilən əlamətlərin aid olduğu dövrlər üçün ortaq cəhət kimi götürülmək olmaz. İstimamələk bölgüsü baş verib hər ikisi üçündə olub. Sənətkarlığın müstəqil fəaliyyət göstərməsi orta Tuncdan başladığı üçün bunu götürə bilmərik. Əmlak və sosial bərabərliyin mövcudluğu olub. Qoşqa heyvanlardan olub. Duluzçuluq sənəti inkişaf bəli. Cavab B bəndidir, çünki erkən Tuncda bu baş verməyib, olmayıb yəni. 37. Eyler-Venn diaqramında müqayisə edin Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü, Bakı dövrü. İlk qanunverici hakimiyyət orqanının fəaliyyətini dayandırması bəli, Milli Şura Gəncədə 17-də tamam, yəni iyun ayının 17-də tamamilə dayandırdı, bütün səlahiyyətləri verdi. Yəni qanunverici səlahiyyəti ikinci hökumətə, bu gedəcək 1-ə A. Vətəndaşlıq haqqında qanunun verilməsi 1919 avqustu bu Bakı dövrünə aid, çünki Gəncə dövrü 16 iyun 18-ci ildən 17 sentyabra qədərdir. Bakı dövrü isə 1918 17 sentyabrdan 20-ci il 27 aprel daxil olmalı. 28 apreldə isə artıq Azərbaycan SSR qurulmuşdu. Deməli, B gedəcək A1-ə, B2-yə, A1-ə, B2-yə. Baxırıq, hökumət kabinetlərinin təşkil olması hər ikisində olub. C gedəcək oxşara. Xarici təhlükəyə qarşı qonşu dövlət hərbi müdafiə haqqında müqavilə 1919 16 iyun tarixli Gürcüstan'a, bu da gedəcək Bakı dövrünə, D-də gedir. Məhz 2-yə gedəcək. Y. Ermənilərin ərazi iddialarına qarşı mübarizə hər iki dövrdə olub. Məhz doğru cavab B bəndidir. 38-ci sual. Sxemdə qeyd edilmiş hökmdarlara aid doğru verilmiş uyğunluğu müəyyən edin. Rəvvadi, Vəxsudan və Dehli hökmdarı el tutmuş. Oxşar fərqli. Erkən orta əsrlərdə hakimiyyətdə olması oxşar deyil. Yəni Rəvvadi, Vəxsudan Universitetdə el tutmuş klassikdə idi. Xilafət tərəfindən mükafatlandırması bu fərqli yaradır, amma oxşarı da düzgün verilməyib. Keçirik ikinci sıra, yəni cavaba. İşğalçılara qarşı mübarizə aparmaları hər ikisi, biri Monqollar, biri Gürcü, Bizans, ermənilərə qarşı. Türk hökmdarlarından asılı hala düşmələri, bu fərqli, bəli, Vəxsudan düşsə də el tutmuş düşməyib, deməli bunu götürəcək. Ərazisində Türk tayfalarının sığınacaq verməsi, bəli, biri Monqollardan sığınmış, biri isə Qəznəvi hökmdarı Mahmuddan qaçanlara, bu oxşardır. Geniş ərazi tabi etmişdir, bu el tutmuşa aiddir, bunu da götürəcək, yəni fərqlidir bu da, yəni birinə aid deyil. Monqollarla mübarizə aparması oxşar deyil, çünki Vəxsudan Monqollar görməyib. Bunu götürməyəcəyik, yəni oxşarlıqda artıq verilmək üçün ikinci variantı oxumayacağıq. Hərbi xidmət müqamında iqta verməsi, bəli, hər ikisində iqta paylanırdı. Türk mənşəli hökmdar olması da, bəli, bu da tamamilə çünki fərqlidir. Vəxsudan ərəb mənşəlidir, el tutmuş türk mənşəlidir. Üçü məhz A bəndi oxşarlıqdır. Yəni ikinci sırada, üçüncü sırada və beşinci sırada olanlar doğru cavablardır. Üçü A bəndi. 39. Xronoloji ardıcılığı müəyyən edin. 30 illik müharibənin başa çatması 1648, Reformasiya hərəkatının başlaması 1517, İkinci Sufyan döyüşünün baş verməsi 1605, Osmanlılar Zəngətifar qalasının dağıtması 1566. Deməli 2 gələcək, 4 gələcək, yəni 24, 31, 24, 31 cavab D bəndidir. Xəritədə ulduzla işarələnmiş ərazinin tarixi ilə bağlı səhv fikri müəyyən edin. Ərazi Qazaxdır. 1801-ci ildə Ruslar tərəfindən tutulmuşdur. Bəli, ələ keçirilmişdir. Manifestlə düzdür. 1-ci Aleksandr manifesti ilə. Xüsusi ibadət evinin qalıqları aşkarlanmışdır. Bəli, erkən Tunc dövrünə aid düzdür. Mezolit dövrü öyrənilmişdir. Bəli, damcılıda. 1827-ci ildə Abbas Mirzənin yaralanması ilə nəticələnən döyüş, yəni bəli, Zəyən döyüşü, amma zamana uyğun gəlmir. 1800, yəni 5-ci ildə baş verib bu. Paleolit dövrünə aid insan məskunları və daş silahlı damcılı. Cavab D bəndidir ki, məhz bu səhvdir.